Hər şey salam, kanalıma videomuz xoş gəldiniz. Mən Asim. Bu günləri 6-cı gündür və bu gün saat səhər 5-də oyandım. Oyananda düzdür, biraz qıvrandım, biraz yox, yəni baya qıvrandım. Durdum, sonra etdim qoy yatım, sonra yenə durdum, sonra etdim qoy biraz da yatım duraram falan. Bugün saat 8-də hazırlığım var və deyəsən bugün ilk dəfə o hazırlığa gecikməyəcəyəm. Neysə, niyyət söyləmişəm deyə soruşdum təbii ki. Fizika yazmalıyam, çünki mən bugün fizika hazırlığım da var saat 2-dən 4-də və mən fizikanı yazmamışam. Ona görə oturub indi yazacağım. Birinci qayda dəftərinə qaydalar keçirəcəm, ondan sonra o qaydaları öyrənəcəm. Ondan sonra da keçirəm tapşırıqlar yazmağa. Qaydalar onsuz da rahat idi. Prosta tapşırıqlar çox idilər biraz. Tapşırıqlar da deyəsən rahat idi. Keçən gün yəni müəllimə deyəsən elə deyirdi. Yəni, rahat yazacaqsınız. İnşallah. Və sabahlardan inşallah təzədən bir futbol vlog paylaşacağım. Onu da izləməsə əgər, bundan sonra da futbol vlog falan paylaşmayacağım böyük ehtimal. Çünki bilmirəm, axot olmuş. Əslində maraqlı olur ya futbol. İzləməsəz belə paylaşacağım mən bu arada. Ya futbol vlogları maraqlı olur, xoşum gəlir mənə. İzləməsəz də paylaşacağım. Nəyi bəyənməsəz onu eləyəcəm, pozitiv gələcəm sizə.
mövzu vermişdi müəllimimiz və mövzulardan bir ətraflı idi, digəri hansı idi bilmirəm deyənə. Hal-hazırda ətraflan yazıram. 16-cı sualdayım. 16-nı yazdım, indi 17-deyəm. Prosta acam, ona görə indi bir dənə yumurta pişirəcəyim özümə. Onu yeyəndən sonra təzədən yazmağa davam edərəm. Deməli, yemək yedim, indi evdən çıxmışam, hazırlığa gedirəm. Və yemək yeyəndən sonra oturub bir də tapşırıq falan yaza bilmədim, çünki vaxt qalmadı. Evdən indi çıxmışam, saat yenə 8-dir. Mən yenə hazırlığa gedəcəm. Üstümə bir lənət fazon bir şey var. Mən hazırlığa heç vaxtında gedə bilmədim. Saat 5-də oyanmışam. İncə 6-ya işləmiş 10 dəqiqə durmuşam da, ayaqda 10 dəqiqə qıvranmışam. Yəni dəxli olmadı da yenə də. Mən bu hazırlığa gecikdim. Yəni özü sərfatsız bilə-bilə də eləmirəm ha bunu. Bilmirəm. Üstümdə bir lənət var. Mən bu hazırlığa vaxtında gedə bilməyəcəm deyəsən heç vaxt. Yəni indi evdən çıxdım. Saat 8-də başlayır, 10-da qutarır bu. Və 10-da qutarır, 11-ə işləmiş üçün evdə olaram. 11-ə işləmişdən 2-yə kimi oturub fizikanı yazaram. Sonra o şeyi təkrar, impulsu təkrar eləyərəm. Ondan sonra 2-dən 4-ə fizika hazırlığım var. 4-dən evə hazırlıqdan çıxıb evə qayıtıb 5-ə işləmiş evdə olaram. 5-in yarısı onlayn dərsiniz var. O onlayn dərsdə 7-nin yarısı qutarır. Ondan sonra saat 7 üçün Quizcom-da bir dənə sınaq olacaq. O da nə sınaqdır? Qədim Azərbaycan filmləridir. Yəni məsəl üçün bir film verəcək bizə. Qədim Azərbaycan filmlərindən biri bir qısa kəsit verəcək bizə. Sonra da 4 dənə variantda bu hansı filmdir seçirik. Oradan elə bilin ki, heç düzdə nə demək istəyirəm. Gezirəm deyənə təncinəfəs oldum, danışa bilmədim bir anlıq. Yəni o cür olacaq. Yəni quizin mövzusu qədim Azərbaycan filmləri olacaq. Ondan sonra 7-də o başlayacaq. Böyük ehtimalla 8-in yarısına qədər bitər. Əgər 7-də başlasa ki, 7-də başlamayacaq. 8-ə işləmiş başlayacaq böyük ehtimal. 8-ə qalmış 15 dəqiqə bitsə, ondan sonra da böyük ehtimalla İstanbul Qaysı oynayarıq. Deməli belə Binəqədinin palçıqlı kütələrində ilərləyirəm. Bayaq deyəsən palçıq yerindən balçıq dedim. Nəsə də başa düşdünüz nə demək istədiyimi böyük ehtimalla. İnformatikadan çıxdım. Gedirəm indi evə ki, fizikanı yazım. Və təbrik ediyorum, məni xəstə oluram. Qripəm, yəni daha doğrusu xəstə qrip eyni şey olar belə böyük ehtimalla. Xəstə daha belə çox başa düşülə bilər, daha genişdir. Qrip amma spesifikdir. Nəysə. Soyuq deyim mənə. Nəysə, gələm evə. Sağ olun.
Nəysə, hal-hazırda evdən çıxmışam. İndi uşaqla görüşmək üçün məktəbin qabağına gedirəm. Tapşırıqların hamısını yazdım, qurtardım və qaydaları da oxumuşam. İndi hazırlığa çıxanda bir dənə bir kombilə təkrar eləyəcəm. Ondan sonra hazırlıqdan çıxandan sonra kameranı təzədən açaram. Bu qədər. Hal-hazırda hazırlıqdan çıxdım, evə gedirəm və onlayn dərsim də 4-5 dəqiqəyə başlayır təqribən. Ben bir şey danışım istəyirəm. Mən Respublika birincisi oldum AMO'da. Onun çörəyini 3 dəfə falan yedim də. Necə oldu? Məsələn, mən birinci olduğumu öyrəndim. Bunu PDF kimi belki paylaşmışlar da birinci saytında. Götürdüm onu paylaşdım həm Instagramda, həm WhatsAppda. Təbrik elədilər məni Instagramda, WhatsAppda. Nəsəsindən biraz vaxt keçdi. Sasmo mən Instagram hesabında paylaşdım. Nəsə götürdüm, o da həm Instagramda paylaşdım, həm WhatsAppda paylaşdım. Bir oradan təbrik aldım. Sonra da mən bir kursa gələm də MOOC. Bəs Instagramda elə bir storylərə baxırdım, bu reklamlar olur. Oradan qabağıma çıxdı ki, yəni AMO'da Respublika 4-cüsü, 5-ci ya da 6-cı sinifli bir dənə qaqaş idi. Dedim, mən birinci olmuşam, mən niyə paylaşmıram? Dedim, müəllimə ki, müəllim cəmaət 4-cü, 5-ciyi paylaşır. Birinci olmuşam, niyə paylaşmırsınız? Məzad. Dedilər ki, MOOC-a deyilən eləyər. İndi 2 gün əvvəl sən də mən paylaşıblar. Mən də bu gün xəbərim olub da. Bəs onu da götürdüm, həm Instagramda, həm WhatsAppda paylaşdım. İndi bir də indi çörəyini yeyirəm onu. Bir yeni medal verimi olacaq. O da banımda olar yəqin ki. Onda çörəyini yeyərəm. Uşaqlar, deməli hal-hazırda onlayn dərsdəyəm. Saat 6-ya işləyir 28 dəqiqə və dərs bitəndən sonra da Quiz.com-a girəcəkdim. Quiz.com-u prosta bu dəfə çəkmərəm böyük ehtimalla. Deməli, hal-hazırda saat 8-ə işləyir 9 dəqiqə və başlayacaq birazdan bu quiz. Dediyim kimi quizdə video çəkməyəcəyəm. Hal-hazırda YouTube'da canlı yayın başlayıb 6 dəqiqədən sonra. Daha doğrusu yayının prosta necə deyim, introsunu qoyub müəllim elə 6 dəqiqəyə yayın başlayır. Bir linki də 10 dəqiqəyə falan atarlar böyük ehtimal. Uşaqlar, deməli belə quiz qutardı. Quiz sonra girdi İstanbul Qaysı oynadıq. Ondan sonra da Qartikoya oynadıq. O da qutardı. Həmin ərəfələrdə də video çəkə bilmədim. Çünki OBS-i qura bilmədim. Yəni mikrofonu ora əlavə eləmək olmurdu. Yəni ona görə o hissələri əlavə eləyə bilmədim. İndi də yəni yemək yeyib yatacağam deyənə burada videomu bitirəm. Sabahları maraqlı bir futbol vlogu paylaşmağa çalışacağım. Allah da qədər izləmədə qalın. Sağ olun, salamat qalın.